Judo fəlsəfəsindən danışarkən ilk öncə sözün özünə baxmaq lazımdır. Ju mülayim, do isə yol deməkdir. İlk baxışda sadə görünən bu ifadənin əslində nə qədər dərin mənaya sahib olduğunu judo fəlsəfəsini araşdırarkən görmək mümkündür. Judo dikotomiyadır, yəni iki hissəyə bölünür. İki fərqli və bir-biri ilə əlaqəli yanaşmanı özündə birləşdirir. O həm dinamikdir, həm də mülayim. Əl və ayaq hərəkətləri judoda nə qədər dinamik görünürsə, bu hərəkətlər bir o qədər mülayim və elastikdir. Judodakı ju, jiu-jitsudakı ju ilə eyni mənanı ifadə edir. Hər iki döyüş sənətinin əsas fəlsəfəsi rəqibin hərəkətlərinə şərait yaradaraq onu öz qüvvəsi hesabına məğlub etməyə yönəlir. Yəni judo ona görə mülayimdir ki, rəqibin bütün enerji mərkəzlərindən, müvazinətindən ona qarşı ən sadə hərəkətlərlə istifadə edə bilir. Bu idman növü ilk baxışda heç də mülayim görünməyə bilir. Xüsusilə yarışlarda çox sərt ardıcıl hərəkətlər cəmi təsiri bağışlaya bilər. Lakin mülayimlik rəqibi məğlub etmək məntiqində deyil. Hərəkətləri və fəndləri seçmə məntiqindədir. Rəqib istər uzun və ya qısa, istərsə də kök və ya arıq olsun, judoçunun tam olaraq məqsədi rəqibin fiziki vəziyyətini ona qarşı hansı fəndlə istifadə edəcəyini tapmaqdır. Yəni qısa boylu və aşağı çəkili bir judoçu uzun boylu və artıq çəkili rəqibini düzgün fənd seçməklə çox rahatlıqla məğlub edə bilər. Məhz judo fəlsəfəsindəki mülayimlik, rahatlıq anlayışı bunu ehtiva edir. Texniki baxımdan hücum qabiliyyətinin yüksək səviyyədə olması judo fəlsəfəsinin sadəcə yarısıdır. Digər yarısı judoçunun öz bədəninin mülayimliyi və elastikliyini idarə edə bilməsidir. Adətən judoya yeni başlayan gənclərə ilk olaraq yıxılma qaydaları öyrədilir. Judonun bir çox fəndi rəqibin bədən səviyyədə hərəkəti ilə bütün bədənin atılmasına səbəb olur. Belə olan halda judoçu yerə atıldıqda xəsarət almamağı dərk etməlidir. Sadəcə rəqibə hücum etməyi düşünən və bacara bilən judoçu judo fəlsəfəsini tam qavramamışdır deməkdir. Dikotomiya məhz bu zaman tamamlanır ki, judoçu həm rəqibə, həm də özünə qarşı bütün hərəkətlərin və fəndlərin elastikliyini və yumşaqlığını qavramış olsun. Bütün bunlar judonun gücü rədd edilmiş kimi görünməsinə səbəb ola bilər. Lakin texnikalar yüksək səviyyədə və nəzarət altında düzgün istifadə olunduqda judo gücü rədd etmir. Əksinə, bu zaman gücün tətbiqi və effektivliyi o qədər artır ki, hər hansı zəiflik rəqib qarşısında gözə çarpmır. Rəqib sənə toxunmağa cəhd etmədən artıq məğlub olur. Yəni judo elastik və mülayim davranışla enerjinin düzgün yönləndirilməsinə şərait yaradır ki, bu da bir insanın gücünü qorumasına, həm də artırmasına səbəb olur. Judo fəlsəfəsindəki Seiriko Zenyo enerjidən maksimum səmərəli istifadəni bildirir. Buna görə də enerjinin düzgün istifadə olunması judonun əsas təlimidir. Kono Jigoro judonun əsas təlimini və enerjinin düzgün istifadəsini eyni zamanda judonun sadəcə döyüş təcrübəsi deyil, həyat fəlsəfəsi olduğunu, enerjidən ən yaxşı istifadə və jiu-jitsu və judonun fərqi adlı məqalələrində şərh etmişdir. Məsələn, Kono Jigoro yazır: Əslində bütün dünyada judo prinsipləri əsasını yaşayan bir çox insan var. Sadəcə bunun judonun əsas mahiyyəti olduğunu bilmədən yaşayırlar. Bu o deməkdir ki, judonun fəlsəfəsi insan həyatının bir parçasıdır və şəxsi inkişaf üçün çalışmaq bu fəlsəfəyə insanı daha da yaxınlaşdırır. Təsadüfə deyil ki, judonu sadəcə döyüş praktikası kimi qəbul etmirlər. O həm də müdrikliyə gedən yolda insanın ən yaxşı təlimçisidir. Judo fəlsəfəsi gənclərə nə öyrədə bilər? İlk olaraq qeyd etməliyik ki, əgər gənc bu və bənzər digər idman növləri ilə məşğul olursa, ona hədəf kimi mənfəət qoyulmamalıdır və qətiyyən 1-2 illik məşqdən sonra uzaqlaşdırılmamalıdır. Çünki bu zaman judo sadəcə küçə döyüşü üçün alətə çevrilir. Platonun dövlət əsərində də qeyd edildiyi kimi, uşaqlarımızı düzgün tərbiyə etmək üçün onların mütləq həm fiziki, həm də əqli inkişafına diqqət etməliyik. Bu səbəbdən hər bir gənc idmançıya judonun əsas prinsipi və fəlsəfəsi öyrədilməlidir. Gənc bu fəlsəfə ilə öz fiziki və əqli sağlamlığının qayğısına qalmağı, mobbinqə məruz qalırsa özünü müdafiə etməyi, başqalarına təzyiq göstərməməyi, istənilən pis vərdişdən uzaq olmağı və ən əsası məşğul olduğu idman növünün
tək döyüş növü yox, həm də döyüş incəsənəti və həyat fəlsəfəsi olduğunu öyrənmiş olacaq.